O günkü Hacı Həccidə şeytana daş atdı. Bilməm nə düşündü, daşı amma yavaş atdı. Tövbə eləyib məşdi axır ki, həcə getdi. Əlbəttə ki, ilk növbədə öz alverin etdi. Bir daş götürüb ta həcı şeytana ki yetdi, zənn eylədi şeytan ona göz vurdu, qaş atdı. Çaşdı hacı gəl, daşı yavaşdan yavaş atdı. Şeytan neçə vaxtdır onu xəlvətcə güdürdü. Məşdi ilə minib avtobusa həccə gedirdi. Şeytanla qoyub hər şeyi şeytanla götürdü. Hətta gecə də yastığa birlikdə baş atdı. Bir yastığa baş qoyduğuna daş yavaş atdı. Bir sevgili canan üçün hər səmtə varardı. Nəfsin necə bəs saxlaya, ömrün ki varardı. Həcdən ki qabaq əlini xəlvətcə vurardı. Həcdən sonra şeytana qoşuldu, taraş atdı. Qurtum ilə imana taraşdan yavaş atdı. Şəp-şəp qalaş atdıqca adamlar başı nəydi. Şəp-şəp üzünə sanki qalaş alnına dəydi. Yalvardı minaldan əkilib tezcə gedəydi. And içdi ki mən yox, onu qonşu dadaş atdı. Şəp-şəp dadaşındı, qalaş isə xudaş atdı. Şeytan özünü sanki özün daşdı düşündü. Əvvəlcə bu sevdadan əcəb yerdə daşındı. Xalqın gözünə istədi açsın ki daş indi. Tər bastı bütün cismini, əndamı yaşatdı. Gördükdə ki iş yaşdı, yavaşdan yavaş atdı. Öldü özü, qəlbindəki şeytanı yaşatdı.